Uşaqlar baxırıq. Deyir ki, who did you choose this career path? Təbii ki, olmaz uşaqlar. Bax, burada yadımda saxlayacağım məqam budur. Who və what. Mən uşaqlar qısa qeydlər edişir, sən də o qeydləri apar, xahiş edirəm. Who, what mübtədadır. Cümlədə mübtədadır. Bu zaman üstə gəl, özündən sonra uşaqlar feil olacaq, xeyr. Yəni əsas feil. Cümlədə mübtəda və feil. Qızım, hə, yazdıqca yaz, sən də yaz. Bax, bir də deyirəm. Who və what mübtədadır. Yəni cümlədə mübtəda funksiyasındadır. Biri kim şəklində tərcümə olunur, biri isə nə şəklində tərcümə olunur. Bu zaman uşaqlar özündən sonra əsas feil tələb edəcəkdir. Aydındır? Yəni who goes, who speaks və gələn əsas feil indiki zamandırsa, mütləq üçün şəxsin təkində S qəbul edəcəkdir. Əgər indiki zamansa, keçmiş zaman, gələcək zaman zaten özünüz bilirsiniz uşaqlar, bəlli olmur. Sonra qeyd edirəm ora növbəti hissəni uşaqlar. Which, whose, how much, how many. What əgər ki, hansı funksiyasındadırsa, Xəbər. Tamam. hansı funksiyasında çıxış edirsə əgər what, yəni estağfurullah. What əgər hansı şəklində tərcümə Ha, edirsə, elə. hansı şəklində, yəni which-in sinonimidir və bir də what kind of. Uşaqlar, bunlardan sonra üstə gəl isim, qeyd apar, dərhal. Üstə gəl isim, üstə gəl köməkçi feil. Which and whose order? Üstə gəl yenidən isim. Yenidən isim. Üstə gəl əsas feil ardıcıllıq olacaqdır. Əsas feil. Arda gəlməlidir. Nə ardardı? İsim, kömək. Böyle, eynən. Uşaqlar, bir də deyirəm. Mətənət, izah eləyəndə danışma, qeyd apar ki, başa düşəsən. Bir də deyirəm. Which, whose, how much, how many, what kind of. Üstə gəl isim, köməkçi feil. Təzdən isim, təzdən əsas feil. Uşaqlar, köməkçi feilim nədir? To be, to do və to have. Bu mənim köməkçi feilimdir. Bu aydın oldu. Who ilə what aydın oldu. Who ilə what'u yadımda saxlayıram bir də. Who və what. Cümlədə tamamlıqdır. Tamamlıq olduğunu nə bilirəm? Cümlənin sonunda söz önü ilə bilirəm. Söz önü gəlibsə deməli tamamlıqdır. Birbaşa əlaqəlidir. Bu zaman sən üstə gəl köməkçi feil. Üstə gəl mübtəda. Üstə gəl əsas feil verəsən. Söz önü gəlibsə, Cümlənin sonunda söz önü gəlibsə deməli tamamlıqdır. Tamamlıqdırsa həm who, həm what, üstə gəl birinci köməkçi feil, üstə gəl mübtəda, üstə gəl əsas feilə gedəsən. Növbəti mərhələdə uşaqlar, yadımda saxlayıram ki, adını çəkmədiyim digər bütün sual əvəzlikləri, yəni where, when, how, why, digər bütün sual əvəzlikləri, sual əvəzliyi, üstə gəl köməkçi feil, üstə gəl mübtəda və üstə gəl əsas feil ardıcılığı özünü göstərəcəkdir. Göstərim, qayda bundan ibarətdir. Qayda bu qədər sadədir. 4 dəqiqəlik qaydadır. ciddi söylüyorum. Eynən. Düsturu bundan ibarətdir. Çox sadə bir materialdır. İndi izaha gedirəm testlər üzərində. Qeydləri apardıq. Baxın uşaqlar. Nöqtələrdən sonra isim görmüşəm. Dedim nöqtələrdən sonra isim görmüsənsə, which ver, whose ver, eynən. Sonra gedirəm nöqtələrdən sonra isim görmüşəm. Bura baxa bilərəm. Sonra yenə nöqtələrdən sonra baxın uşaqlar isim görmüşəm. Who'nu sildim. Who'dan sonra dedik nə gələr? Ya əsas feil ya da tamamlıqdırsa köməkçi feil. Heç vaxt isim gəlməz. Sildim, düzdür? Yenə what'dan sonra dedim ki, which funksiyasında, hansı funksiyasında isim gələ bilər. Saxlayıram. Who is? Who is nə deməkdir? Is'in qısa versiyasıdır da. Who is document olarmı? Heç bir təqdirdə bu nə ifadə olar ki? Which document olar, what document olar, whose document olar. Keçirib ikincisiyə. Left görmüşəm, feildir. Which left olarmı? Whose left olarmı?
Ona görə hansı variantım qaldı? Who is left? Who has left də burada. Bəli. Burada has-də. Onsuz who's verə bilməz ki, onsuz isim gəlməlidir də. Onun ki, belə vədə transforma gedir. Bəli. Ancaq mən burada who left ola bilərdi. Yəni Bəli, bəli. Olardı. İndi gedirəm uşaqlar növbətiyə. Ar gəlibdi, eləmi? Who's-dan sonra isim gələr sildim. Which-dən sonra isim gələr sildim. Uşaqlar, bax bu üçün saxlayıram. Cümlənin sonunda söz önünü gördüm. Eyni. Başa düşdük? Bəli, bəli. Sonra gedirəm. Would görmüşəm. Yəni bu mənim köməkçi fe'ilimdir. Who's-u sildim. Sonra which-i sildim. Gedirəm uşaqlar cümləyə baxıram, getməliyəm tərcüməyə. Deyir ki, what would you respond if someone criticized? How would you respond if someone criticized you? Deyir ki, əgər birisi səni tənqid etsə, necə cavab verərsən? Mənim də gəldi ki, botda sonra did və s. gəlir, amma didn't gələ bilər. O qayda. Niyə, necə gələ bilməz? Oraya Tamamlıq yazmış, funksiyasıdır. what didn't ola bilməlisə belə bir şey. Mən elə bir şey yazmamışam. Mən Mən who yazmışam ora. Demişəm ki, uşaqlar, ora demişəm ki, mübtədə funksiyasında. Bu da düşməyibdi bura. Sənə lazım deyil. Lazım olmayan şeylər soruşmayın. Bax, testi gördünsə soruş. Belə bir sual yox olmayıb da. Əvvəl düşübdü, indi düşməyib də. Bax, who özündən sonra does istəməz və yaxud da ki, do istəməz mübtədə funksiyasında. Amma sual inkar olarsa mübtədə funksiyasında olar. Who doesn't go? Başa düşdük? Who does go demərəm. Who doesn't go deyərəm. Aydındır? Bu da sənə düşməyibdir. Bu sənə lazım deyil. Sənə lazım olana indekslə, sənə lazım olana fokuslan ki, sənə lazım olana ələ keçirə biləsən. Sonra gedirəm, baxıram uşaqlar. Bax, did görmüşəm. Köməkçi fe'ilimdir. Mən burada silə bilərəm. Who-nu, yox, bir dəqiqə. Mən burada heç birini silə bilmirəm. Mən getməliyəm tərcüməyə uşaqlar. Did the speaker emphasize in her conclusion? Deyir ki, speaker öz nəticəsindən nəyi vurğuladı? What? Belə. Eynən. Tərcümədir. Belə. Yəni sən bunları bir-bir yerinə qoyub tərcümə eləməlisən. Başa düşdük onu? Sonra sakitliyin testə bax. Mənə dəxli yoxdur. Testə bax. Sən fizikadasan indi? Yox da, yəni fizika. İndi sən fizikayı göstərəcəm deyəm. İsim görmüsən. İsim görmüsən. Mən why sildim. Mən who-nu sildim. Who-dan sonra isim gəlməz. Sonra mən how-nu sildim. Mən ikisi arasında qalıram. Uşaqlar. İndi gedirəm tərcüməyə. Deyir ki, how many candidates do you think are most suitable? Deyir ki, nə qədər namizəd səncə daha uyğundur? How many team members will attend? Nə qədər insan, yəni ki, üzv iştirak edəcəkdir konfransda. What team members necə deyərəm? Nə komanda? Hansı komanda üzvləri? Hansı komanda? Mənə hansı funksiyasındadır? Yəni ki, buradakı Olmadan, bax, yəni vote onsuz- ikinciyə gedir, vote Amma candidates. birinciyə tərcümə vermək. Birinciyə getməz, tərcümə verməz. Çünki burada team members veribdi. Başa düşdük? Bəli. Burada dərhal sənə lazımdır which team members. Vote-la which arasında da incə məqam var. which team members doğru ifadə edir. Which team members olardı. Which həm cansız Ları göstər, həm də canlıları göstər sual əvəzli funksiyasında. Sualda yalnız. Bağlayıcıda heç vaxtı. Bağlayıcıda biz demişik də which yalnız cansızı göstər, düzdür? Advantages görmüşəm uşaqlar. İsimli. Who-nu sildim. Sonra bir də nə silərəm? Belə, when-i sildim, why-i sildim, ikisi arasında qalıram. İndi deyir ki, what impact olacaqdı? Bax. Çünki how many impacts olardı, Olmaz, sildin, götürdüm. Başa düşdük? Bəli. Birinci hissə ikisi də uyğundur. İkinci hissə uyğun deyil. Sonra baxıram bura. Did you react when you heard the news? Uşaqlar, dərhal beynimə how did you react gəlir. V-yə tərcümə verməz. Digərlər sənə tərcümə vermir sadəcə. Orada how did this, nəməyə tərcümə görə olur. Deyir, necə reaksiya verdin eşidəndə? Sırf tərcümədir, sırf tərcümədir. Bəzi testlər qraməyə görə verərsən, bəzi testlər isə sırf tərcümədir. İndi burada feil gördüm, eləmi? Bəli uşaqlar, sual cümləsi budur. %100 tərcümə ilə edə bilərsən. Yəni qayda eləyə bilərsən də. Bayaqdan zaten qaydaya görə də deyirəm, tərcüməyə görə də deyirəm. Qayda harda possible-dırsa zaten onu deyirəm uşaqlar. Uşaqlar baxın, feil görmüşəm, düzdürmü? Who's-dan sonra isim gələr, sildim. Sonra when-dən sonra köməkçi feil gələr, sildim. Why-dan sonra köməkçi feil gələr, sildim. Düzdür? Qaldı bu ikisi. Deyir ki, who happened? Kim baş verdi deyərəm. Sildim, nə baş verdi deyərəm. Bəs olun. İkisi arasında qaldım, gedirəm tərcüməyə. Bu
Bu hissə aydın oldu? Hə? Biraz açıq. Özlər belə kimi doğrudur. Which candidates will respond to Belə this əlbəttə question? ki, hansı kandidatlar? Əlbəttə ki, which-dən would burada sinonimdirlər də. What candidates? Bəli, which-dən would istifadə oluna bilirlər bir-birlərinin əvəzinə. Kandidat iştirakçıdır. Namizəd. İndi uşaqlar sənə düşəcəkdir. Uşaqlar sən düşəcək disjunktiv birinci turda. Baxın uşaqlar, keçən ildə, ondan əvvəlki ildə 3 ildir dalbadal birinci zonaya tək question düşür. Ona görə də tək question'a fikir ver. İkinci zonaya kim var burada ikinci zonaya düşən? Uşaqlar, ikinci zonada isə bunun uzun versiyasıdır. İndi deyəcəm. İndi baxın bura. Burada B variantıdır. Is celebrated. Təsdiqsə inkara gedəsən, inkarsa təsdiq olacaqdır. Hansı zamansa o zaman tətbiq edəcəksən. Is veribsə isdən geri qayıdacaqsan. Arrive görmüşəm. Didn't ki. Gedirəm blue görmüşəm. Hansı zamandır amasan? Keçmişsən. Nə ilə verəsən? Did ilə verəsən əlbəttə ki, d ilə. Sonra are görmüşəm. Nə ilə verəsən? Never də görmüsən, ona görə olacaqdır. Are ver. Yəni o incə məqamları görün orada. Arve olacaqdır. Never inkardır da. Həm də I am falan olur. Ay qızım, inkarsa təsdiqə gedəsən, təsdiqsə inkara gedəsən. Yəni bu sənin neither, either, so deyil bu. O materialla qarışdırmayın. Bu təqid uşaqlar, bu sualdır. Sual başqadır. Qısa inkar, qısa təsdiq başqadır. Bax burada. Birincisi də am olduqda digərində aren't. Olar, niyə olmasın ki? To be-dir də, to be. Yəni çünki Am ifadəsi yoxdur. Bəli. İndi begins gördüm hansı zamanda? B variantı. Bəli, doesn't it olacaqdır. Və yaxud da ki, uşaqlar sounded gördüm hansı variantda? D variantı. Didn't it olacaqdır. Və yaxud da ki, share gördüm hansı variantda? Don't say olacaq. Niyə ki? Var orada don't deydi. Don't say. Və yaxud da ki, uşaqlar protect gördüm. Protect'da islə verəsən. Və doesn't it olacaqdır. Və yaxud da ki, uşaqlar nə gördüm? Planted gördüm. Didn't say olacaqdır əlbəttə ki. Və yaxud da ki, has improved gördüm. Bəli, hasn't. Yəni nə görmüsənsə, can görmüşəm. Geri qayıt kəndinə. Should görmüşəm. Geri qayıt should'una. Və yaxud da ki, demonstrated gördüm. Geri qayıt didn't. Və sonra bu qədər sadə. Bu hissə aydın oldu. Hə? Hayır, heç vaxtdır. Has improved. Has improved ifadəsi ola bilməz. Has improved olar, o da ki, həzə gedər. Hansı testdir? B variantı Hə? 8 axırda. Ay balam, burada bala has improved görmüsən. Hansı zamanda? Present perfectdir. Sual inkar nə ilə verilir? Özü ilə verilir. Hardadır? Bəli. Bunda nə var? Deyir orada nə gəzər? Bunda nə var? Şu qəribə. Bu qısa inkar qısa təsdiq aydındır. Bizə nə düşəcək ikinci zaman? Uşaqlar, keçirəm sizə ən çətin məqamı deməyə. Burada bir dənə çətin məqam var, o məqamı deyirəm. Bu cümlə mənə sözdən asan gəlir. Bayaqları mən sizə dedim ki, sual cümlələrində ardıcıllıq budur. Sual əvəzliyi, üstəgəl, köməkçi feil, üstəgəl mübtədə, üstəgəl əsas feil. 90% hallarda bu özünün bu şəkildə də doğrulacaq da, düzdürmü? İstisnaları dedim Xuynan Vot haqqında, mənə zəng gəlir. Bir dəqiqə deyəsən mən Mənə zəng gəlir, mənim bura zəng gəlir. İndi baxırıq uşaqlar. Aslında mən bəlkə Açmıram, istəmirəm. Sənə lazımsa aç. meneceriniz olmaması bilir. Uşaqlar, Yazıb ki, bunu yazan Ülviyə Məmmədovanın meneceridir. Naznaz yazıb meneceriz. Ay mən elə qulağım ağrıyor. Hə? Yox, mən başqa səbəb. Mənim mikrofonda səs gedir, xəbəriniz var. budur da yəni, günahkarlıq. İstəsəz deyərəm səbəbi. Niyə? Yazacağım. Bundan sonra yazdı. Uşaq qoymuyor. O yorumlara yazacağım. Dartıb çıxarır. O 6 aylıq kimdə orada? Ay. Gələcəm 6 Ay bala, bir dənə testə baxın, orada başlanğıcda olmalıdır to have. Bizim uşağın 1 yaş var. Baxın nə yazır. Mən papamı ilişir. Testə bax. Ay mən keçmisiniz, siz yuxarı qalxın. Qalx. Şu da bu bölmə deyil. Bu bölmə deyil. Bu bölmə deyil. Biraz ben discussion'dan sonra gəlmir. Həfəz görürsən. Əsasən uşaqların çalışdığı məqam. Həfəz var değil mi?
Uşaqlar 3-cü bölmə Bəli. hardan başlayır? Bir dənə deyin. Deyil. Bir dənə baxın da Şahin gülmə Kitabınızı danışma. açın və 3-cü bölmənin harda neçən səhifədən başlandığını deyin mənə. Açaq baxaq deyə. Dərhal. Ay. Ardın gətir. Hə, tapdım. Can. Ay, Girirəm. buna baxın. Ay, dopşu çıxdı. Basın buna. Gel oraya. Kamera işte. Kamera açıq deyil ay. Onu Şahin. demiyorum, onu demiyorum. İşitiyorum işte. Bir fazla oluyor. Kamera açıq deyil. Uşaqlar baxırıq. Yine orada. Baxaq, baxaq. Səs də açıq imiş yəni. Ay, açıq. Sus. Nə oldu bilmədiniz də hansı səhifə idi o? Ha bir dənə toplumu verin. İkinci hissədir bu. Açın mündərizatdan. 3-cü hissə uşaqlar lazım idi. Ha integral question given subject budur. Hə 56. Səhifə 56. Şudur. Ha, buradan başlayacağız bundan sonra. Çevirin. Çevirin. Ha Ha, başlayacağız. bu da boş başladı. Uşaqlar baxıram indi. Bax çətin məqam biraz buradır. Diqqətlə qulaq asın, xahiş edirəm, yaxşımı?